Kosmosda Azərbaycanla bağlı bu obyektin olduğunu bilirdiniz? Merkuri səthində Nizami adlı bir krater yerləşir. Nizami Gəncəvi 12-ci əsrdə yaşamış, lirik şeirləri və epik əsərləri ilə məşhur olmuş Azərbaycan şairi və mütəfəkkiridir. Onun ən məşhur əsəri olan Xəmsə 5 poemadan ibarətdir və fars, eləcə də şərq ədəbiyyatına böyük təsir göstərmişdir. Əsərlərində humanizm, əxlaq, sevgi və fəlsəfi düşüncələr ön planda olduğundan İslam intibah dövrünün mühüm mədəniyyət xadimi hesab olunur. Onun şərəfinə adlandırılmış kraterin koordinatları 71.5 dərəcə şimal enliyi, 165 dərəcə şərq uzunluğudur. Bu krater asteroidlə toqquşma nəticəsində yaranıb. Borealis dördbucağında yerləşir, hansı ki Merkurinin şimal qütbü yaxınlığındadır. Kraterin diametri təqribən 77 kilometrdir. Nizami kraterinin şimal-qərbində Saykaku krateri yerləşir. Şimaldan Van Dyck, cənub-qərbdən Martial və cənubda böyük verdi kraterləri ilə əhatə olunub. Bəzi elm adamları Merkuri səthindəki kraterlərin dərinliklərində buz yataqlarının ola biləcəyini ehtimal edirlər. Çünki bu planetin qütb bölgələri daim günəş işığı almır. Nizami krateri bu ehtimalın araşdırıldığı bölgələrdən biridir. Azərbaycanla bağlı digər obyektlər barəsində məlumat əldə etmək üçün aşağıdan keçid edə bilərsiniz.